Salam dəyərli izləyicilər, zəhmət olmasa kanala abunə olun. Keçmiş zamanlarda bir insan köləsini satırdı. Bu kölə söz aparıb gətirən, arada fitnə yayan, yəni pis əməllərlə məşğul olan bir insan idi. Və bir gün bu köləni bir nəfər alır. Satıcı deyir, bax mən köləni satıram, amma onun əməllərinə cavabdehlik daşımıram. Alıcı da deyir ki, yaxşı, mən köləni alıram və sən bu kölə üzərində artıq məsuliyyət daşımırsan. Köləni alıb evə gətirdikdən sonra kölə başlayır fitnəkarlıq eləməyə. Sahibinə deyir, sən bilirsənmi, sənin yoldaşın səni öldürmək istəyir? Sənin bundan xəbərin varmı? Sonra gedir qadına deyir ki, sənin xəbərin varmı? Sənin ərin səni boşuyub, başqa bir qadınla evlənmək istəyir. İstəyirsənsə belə et. Axşam vaxtı onun saqqalından bir ovuc kəs, mənə gətir və mən ona sehr edim və o səni boşamasın. Yenidən kişinin yanına qayıdır, deyir, sənin xəbərin varmı? Bu gecə sən yatanda yoldaşın səni öldürəcək. Və kişi özünü yuxuluğa vurur, qadın da yazıq, əlində ülgüc gəlir ki, ərinin saqqalını kəssin və kişi bu an oyanır, qadının əlini tutur, deyir, ay səni, məni öldürməkmi istəyirdin? Və qadını öldürür, həyat yoldaşını. Hər hansı bir kölənin fitnəsinə görə. Və bundan sonra qadının qohum-əqrəbası yığışıb gəlir, həmən kişini öldürür. Yəni, bu hekayə odur ki, söz aparıb gətirməyin, söz daşımağın nə böyük fəlakətlə nəticələnməsi haqqında qısa bir hekayədir.